Yazar Hüsyan Kərimzadə. Çağdaş insan yiyələnmək və sahib olmaq düşüncəsində olduğu üçün artıq necə olmaq barədə düşünməyi unudub. Öz kimliyini əşyalar və nümayiş vasitəsilə təqdim edir. Erich Fromm, yiyələnmək yoxsa var olmaq. Hər kəsin nümayiş etdiyi dünyada şəxsiyyət yaratmaq, maska daşımamağa cəsarət etmək deməkdir. Və ağıllı qərar vermək, habelə ağıllı seçimlər seçmək, qorxu, təqlid və ötüşməkdən deyil, bilim və arxayınlıqdan gələn bir eyləm deməkdir. Keçmişdə insanlar bir dönə uğur qazansaydılar, ömürlərinin sonuna dək onun çörəyini yeyərdilər. Örnək üçün, bir naxoşluğun dərmanını tapan kimsə, daha başqa bir uğur qazanmağa səbəb görmürdü. Ya bəşərin yaxçı dərdinə dəyən bir ixtira etdikdən sonra daha ikincisinə marağı olmurdu. Bir uzun zaman gündəmdə olub, adı dillərə düşürdü. İstər maddi baxımdan, istərsə ictimai caygah baxımından yağı bal içində olurdu. Amma indi dəyər vermənin qayda quralları dəyişilib. Sanki bəşər indi dalbadal müvəffəq olmağa məhkumdur. Sən bir uğur qazansan, nəhayət neçə gün gündəmdə olacaqsan. Xəbərlər, olaylar sürətlə yayılır və sən bilmirsən nə edəsən. Davamında ya gərək unudulmağa razılaşasan, ya başqa bir uğur qazanmaq fikrində olasan. Bir anlıq dayansan, ya sadəcə yaşamaq istəsən, daha sonra nə qədər qaçsan, nə qədər mübarizə aparsan, yenə də özünü geridə qalmış hiss edəcəksən. Sanki sonsuz bir yarışın içindəsən və heç bir qurtarış yolu da yoxdur. Sosial medianın genişlənməsi ilə başqalarının uğurları daim göz önündə olur. Ancaq biz onların gerçək həyatlarını görmürük. Bundan əlavə ötüşmək, yəni rəqabət mədəniyyəti də belə yanlış təsəvvürlərin əsas səbəblərindən biridir. Məktəbdən iş dünyasına qədər bizə qalib ya məğlub olmağı öyrədiblər. Ya general olmalıyıq, ya 0 dərəcəli sərbəst. Ortada təadül adlı bir duraq yoxdur. Və belə nəzərə gəlir, hələ indilərdə bu gedişə çıxış yolu da yoxdur. Əsası və çox önəmli bir sorğu budur. İstədiyimiz bu uğurun və ictimai caygahın qaynağı nədir? Özümüzdən, gerçəkdən gələn bir istəyin nəticəsi olaraqmı? Yoxsa geri qalmaq və tutuşdurulmaq qorxusundan, ya həmən müqayisə edilmək qorxusundanmı? Ya kültürel və ictimai quruluşların etkisində bu qərarlara gəlirik? Michel Foucault'a görə insanlar ictimai və siyasi quruluş tərəfindən fişarda olduqları üçün özlərini eşikdəki meyarlarla dəyərləndirirlər və buna görə də öz həqiqi kimliklərindən uzaqlaşırlar. Bu mənada uğur, cəmiyyət və müxtəlif mədəniyyətlər tərəfindən qurulmuş bir anlayış və mütləq olaraq insanın doğal olaraq əldə etdiyi bir şey deyil. Nietzsche bu konuda üstün insan konseptini təqdim edir. Nietzsche bu konsepti də insanın uğur qazanmaq barəsində işarə edir. İnsan başqaları ilə ötüşmək yerinə iç gücünə dayanaraq tərpənməlidir. Başqa sözlə, eşikdə olan tutuşdurulmalar bir insanın dəyərini ölçmək üçün meyar olmamalıdır. Sokratca, özünü tanıyan insan başqalarının alqışına ehtiyacı olmaz. Əlbəttə, burada gedən qonunun amacı fərdçiliyi qabartmaq deyil. Niyə ki, insanı ictimai bir mövcud tərif edirik. Demək, insanın ictimai mahiyyəti cəm içində anlam tapır və bu danılmazdır. Məqsədimiz burada fərdi işlərimizin necə olduğu və imkan dairəmizdə görə bildiyimiz işlərin keyfiyyətidir. Bu qarma-qarışıq durumda öz şəxsiyyətimizi tanımaq bir məsuliyyətdir. Bunlara dayanaraq bəlkə ağıllı seçimlərimiz və eyləmlərimiz olsun. Hər kəsin nümayiş etdiyi dünyada şəxsiyyət yaratmaq, maska daşımamağa cəsarət etmək deməkdir. Və ağıllı qərar vermək, habelə ağıllı seçimlər seçmək, qorxu, təqlid və ötüşməkdən deyil, bilim və arxayınlıqdan gələn bir eyləm deməkdir. Frankfurt məktəbinin şöhrəti tənqidi düşüncədədir. Bu böyük düşüncə məktəbinin adlı şəxslərindən olan Herbert Marcuse
Teknolojinin insanların salğasında və yaşam tərzində buraxdığı iz barəsində geniş izahlar yazıb, o deyir kapitalist nizamlarda sistem insanları düşünməkdən uzaqlaşdırıb, insan özündən xəbərsiz düşünmək yerinə məsrəf etməyi seçib, İnsan azadlığı, ədaləti, mutlu yaşamı düşünmək yerinə rahat görünən razılığa üz gətirib. Çoxlu məsrəf etməyi ərdəm olaraq sanırlar. Markuzaya görə bu gediş toplumsal dayanışı kölgəyə aparıb. Toplumsal dayanış və əsasi dəyişikliklər və azadlıq kimi qavramlar bir oyuncaq kimi nəzərə gəlirlər və belə də heç ciddi və əsası məsələ həqiqətən ciddiyyətə alınmırlar və bazarda məsrəf olan şeylər kimi dəyərləri aşağı gəlir. İndi çarə nədir? Nə etməliyik? Hər zaman gündəmdə olmaq nə lazımdır? İlk öncə bunu bilməliyik ki, sosial şəbəkələrin algoritmləri ilə qurulub. İstəyi doyurmaq yox, yenidən yaratsın, bacarığımızla iç səsimiz arasında orta bir yer tapmaq gərəkir. Ha belə arzularımızla və istəklərimizi həyatın bərk reallıqları ilə uyğunlaşdırmaq vacibdir. Bu prosesdə tarazın nöqtasına çatmaq bizi ifrat və təfritdən uzaqlaşdıran əsas amildir. Ağıllı davranışın təməl özəlliklərindən biri taadül və bir tərəflilikdən çəkinməkdir. Sonunda bəlkə də uğur nədir və ictimai cayqah necə əldə edilir sorğusunun cavabını dışarıda deyil, içimizdədir və özümüzü tanımaq və özümüzü qəbul etməklə tapılır. Belə pırtdaşıq durumda hər eyləmdən öncə bu əsrin harasındayıq və harasında olmaq istəyirik və bacarığımızla gerçəklərin uyğunluğu varmı sorğusuyla rastlaşmaq qaçılmazdır.